Yok, ne farkı var ki kardeş? Allah'ın selamı olsun herkese. Vətəni için, eli için, obası için. Əlləşən oğullara Allah özü korusun. Var olun ki, el oba için bak bu cür can yandırırsınız. Həqiqətən də bu günləri en büyük sevindirici bir gündür ki, kardeş yanımda deyir, Şad kardeş, sizin bu cür orada elə obaya, mən o ara ki, gəlib getmişəm, şəhidlərin evinə getmişəm. Elə bir çətin yollarından qalxmışıq ki, bugün siz o yola batırırsınızsa, doğrudan da o şəhidlərin də ruhu şaddır. Onların ruhları sizə duaçı olacaq. Allah sizləri qorusun, əlinizə, qolunuza qüvvət versin, bərəkətli olsun hər nə. O gün olsun ki, ondan da yüksək, daha da gözəl bir işlər görəsiniz. Var olun qardaşlar. Allah razı olsun. Allah eli için, obası için can yandıran insanları korusun. Korusun. Her zamanda var olasınız. Sağ ol Elman kardeş. Əziz elimizin mərd oğulları, sizə müraciət edən, xeyir dua verən şəhidlər atası, İmam və Bəhrəmin atası Elman kardeşimizdir. Kəlbəz kəndindən şad oldu. Xeyir duasını verdi sizə. Allah sizə yar və yardımcı olsun. Allah köməyiniz olsun. Bəli, Elman qardaş düz vurğulayır. O yol şəhidlərin qapısına gedən yollardır. O yolları biz abad eləməliyik. Bizim borcumuzdur, mənəvi borcumuzdur. Allah sizləri qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.